Size məscid partladıb Müslümanam deyənlər, Allahu Ekber deyib uşaq başı kəsənlər, səhər oruç tutanlar, akşam ciğer yiyənlər, mümin donu giyənlər. Məyər siz bu əməli Allah üçün etdiniz? Yoksa sanırsınız ki sünne ile gittiniz? And olsun Allah'a ki Allah'ı incittiniz. Kur'an'a, peygambere, ümmete zulmedip sünneni terk ettiniz. İslam'dan ilk ayrılan, çıkan da siz idiniz. Kabe'ni od vurarak yakan da siz idiniz. Siffeyinde Kur'an'ı nizelere tatan da, bu fitneye hüccet tek bakan da siz idiniz. Nəhrivandan bugüne xeyli zaman ötse de sizin həbis qəlbiniz değişmeyip zerrede. Ey diyetten dönenler, ey vicdanı ölenler, iman odu sönenler, niye sizi yandırır ya Ali söyleyenler, ya Zehra sesleyenler, ya Hüseyin diyenler, ya Ebu'l-Fəz kelmesi? Sizi neden incidir peygamber ailesinin bu kadar sevilmesi? Belki size çatmayıp Kur'an'ın bu ayesi. Ya peygamber, haber ver. De ki bütün ümmete, size peygamber kimi çektiğim bu zəhmətə karşılık istemiyorum. Tek bir tələb edirəm. Turxan əhli namaz. Mənim əhli beytimi siz de sevin deyirəm. Bu Şura suresinde 23. ayədir. Açıq aşkar dəlildir, ilahi nişanədir. Mən Allah'ın əmrini duydum və əməl etdim. Mən əhl-i beyti sevdim. Onun yoluyla gittim. Zerre kadar vicdanın kalıbsa etiraf et. Ve sen kime uymuşsan? Yolun kimin yoludur? Bilmediniz ki ne cür Kerbela unudulsun, Aşura unudulsun. Güya Aşura günü bayram imiş əslində. Neçə peygamber nicat tapıb o gündə. Hazret Yusuf quyudan, Nuh peygamber ise sudan, Hazret İbrahim oddan, Musa da Firavundan, Eyyub ise xəstəlikdən nicat tapıb o gündə. Adəm ilə Davudun tövbəsi qəbul olub, İsa aleyhisselam məhz o gündə doğulub. Yaqubun Yusuf üçün ağlamaqdan tutulan gözlerine yeniden həmin gündə nur gəlib. Bu səbəbdən dolayı Aşura bayram kimi size vacib edilib. Siz İmam Hüseyin'in şehadet sebebini gizlemek istediniz. Lanetullah Yezid'e o haklıdır dediniz, halife söylediniz. Siz Allah'ın nurunu öz ağzınız ile söndürmek istediniz. Fakat bu hakikati dərk edə bilmədiniz. Uca Allah vəd verib və bu mütləq olacaq. Tək Allah öz nurunu mütləq tamamlayacaq. Gələr bir cümə günü Mövlam İmam-ı Zaman, sizlərə vermə zaman. Gələr Allah hüccəti, hak batildən ayrılar. Başınızın üstünde Zülfüqar öz qınından şimşək kimi sıyrılar. Ağam kəsər, Yezidə radiyallahu anhu diyen dillerinizi, Peyğəmbər məzarını sökən əllərinizi, Müaviyə məzarını tikən əllərinizi, açar məramınızı, belli eder ki necə batilde olmanızı.
sen Müslüman değilsen, sen Müslüman değilsen, İslam'ı gözden salan, özgüye maşa olan, Allah Allah desen de Allah düşmanlarına mütisen, kara kulsan, dünyanın göz önünde, Müslüman illerinde adını cihad koyup, mümin başını kesip, başla top oynuyorsan, Müslüman kadınların, gelinlerin, kızların namusunu özüne halal nimet sayırsan, mektep bombalıysan, babalarından kalan o köhne emelinle kapılar yandırırsan, kaburgalar kırırsan, heymeler talıyırsan, 5 yaşında günahsız, gözü yaşlı, əlacsız uşaqdan soruşursan, adın nədir? Əlidir, Zeynəbdir, Fatimədir. Dərhal fətva verirsən, bu uşaq ölməlidir, dərisi soyulmalı, başı kəsilməlidir. Vay olsun! Vay olsun! Vay olsun senin kimi insana, pul ile tutulana, pul için satılana, Allah'ı unudana, Allah dostuna düşman, kafire dost olana. Dur, dur, toxunma Kur'an'a. O kanlı ellerini vurma o pak kitaba. Dünyada olmazsa da ahirette eminem, eminem yeteceksen sen ilahi azaba. Bilip inkar ettiğin, hamıdan gizlettiğin sebepleri değil mi? Peygamberin en aziz sahabesinden biri, Əhl-i Beytdən saydığı Həzrəti Abu Zəri ömrün ahıl çağında kim oldu sürgün eden Rəbəzə çöllərinə? Kimlər dözə bilmədi onun hak sözlerine? Onun müsibətində kimlər idi günahkar? Halbuki onun haqda Peyğəmbərdən hədis var. Yeryüzü Abu Zer tek yüz danışan görmeyip, göy ondan doğrusuya kölge sala bilmeyip, Allah ondan razıdır. Tek yaşayar, tek öler. Allah'ın izniyle cennete de tek gider. Bəs ne sebep oldu ki Peygamberin sevdiği, düz danışan dediği Abu Zer sürgün oldu. Abu Zer gece gündüz şehirde dolanırdı. Gözünden gile gile yaş döküp ağlayırdı. Ah çekip ün salırdı. Cemaat, ey cemaat! Məzlum İmam Əlinin hakkını qəsb ediblər. Mən Əli aşiqiyəm, Əbu Zər qəddariyəm. Mənə vacibdir hər an qorxmadan haqqı deyəm. Əbu Zər bu sözlərlə batili ifşa etdi. Batil də bu səbəbdən tez onu sürgün etdi. Höcür İbni Üdeyi Emmar kim öldürdü? Dar ağacından asıp ağzına cilov takıp Temmarı kim öldürdü? Benim bildiklerimi sen özünle bilirsin. Anlamak istersin.
anlamaq istəmirsən. Mənsə səni Allaha, Haqqa dəvət edirəm. Tövbə et, söyləyirəm. Tövbə et. Tövbə et. Əgər küfrdən və şirkdən tövbə etsəniz, bu sizin için xeyirli olar. Əgər imandan üz döndərsəniz, bilin ki, Allah'ın əzabından qaçıb qutara bilməzsiniz. Tövbə suresi. Turxan Əhli Namaz təqdim edir.